Salam, hər vaxtınız xeyir. Dost TV-nin efirində sosial saatı izləyirsiniz. Hər dəfə verilişə sizi ən çox maraqlandıran ən aktual mövzularla gəlməyə çalışırıq. Bugünkü mövzumuz da aktual olmağı ilə yanaşı olduqca həssas bir mövzudur. Həm mövzumuz, həm qonağımız barədə öncədən sizə məlumat vermişdi. Bir daha diqqətinizə çatdırıram ki, bu dəfəki mövzumuz valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı ilə bağlıdır. Qonağımız isə Sosial Xidmətlər Agentliyinin Osman Mirzəyev adına 5 sayılı uşaq evi sosial xidmət müəssisəsinin direktor müavini Samirə İsmayılovadır. Samirə xanım, xoş gəlmişsiniz efirimizə. Çox sağ olun, təşəkkür edirəm. Gəlin suallarımıza başlamazdan əvvəl elə sizin sosial xidmət müəssisəsinin fəaliyyət istiqamətindən danışaq. Uşaq evində uşaqlara göstərilən sosial xidmətlərin əsas istiqamətləri hansılardır? Müəssisəniz ümumiyyətlə ünvan olaraq harda yerləşir? Osman Mirzəyev adına 5 sayılı uşaq evi sosial xidmət müəssisəsi Lənkəran şəhərində yerləşir. Müəssisəmiz 1941-ci ildən fəaliyyətə başlamışdır. Uşaq evi kimi, qarışıq tipli uşaq evi kimi fəaliyyətə başlamışdır. 2024-cü ildə müəssisə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirə dayanmış, 2025-ci ilin noyabrından isə fəaliyyəti davam etdirməkdədir. Adından məlum olunduğu kimi, sosial xidmət müəssisəsinə valideynlərini itirmiş və valideynin himayəsinə məhrum olmuş uşaqların stasionar olaraq qaldığı xidmət müəssisəsidir. Bildiyimiz kimi, ötən ilin sonunda sizin bu 5 sayılı uşaq evi sosial xidmət müəssisəsi təmir olunub və yenidən istifadəyə verilib. Bu təmirdən sonra, yenidən istifadəyə veriləndən sonra hansı dəyişikliklər olub müəssisədə? Müəssisə əvvəllər də uşaq evi kimi fəaliyyət göstərirdi. Binanın bütövlükdə infrastrukturu dəyişilmədi təmir zamanı, sadəcə əsaslı təmir olundu. Amma fəaliyyətini belə deyək, yeni binada və sosial baza olaraq çox təkmilləşdirilmiş bir binada fəaliyyətimizi davam etdiririk. Uşaqların orada təhlükəsiz vəziyyətdə yaşaması üçün, gələcəkdə cəmiyyətə sağlam bir vətəndaş olaraq təhvil verilməsi üçün bütün infrastruktur, lazımi infrastruktur yaradılmışdır. Müasir yeməkxana, kompüter otağı, akt zalı, oxu zalı, kitabxana, müxtəlif dərnəklərin təşkil olunması üçün otaqlar təşkil olunmuşdur. Samirə xanım, bizim efirimiz hazırda canlı olaraq yayımlanır və izləyicilərimizə məlumat vermək istəyirəm ki, siz hazırda Dost TV-nin efirində canlı izləyirsiniz bizi və belə ki, hansı platformadan izləməyinizdən asılı olmayaraq, istər YouTube, Facebook, Instagram, əgər mövzu ilə bağlı sizi maraqlandıran hər hansı bir sualınız varsa, şərh bölməsinə yaza bilərsiniz. Qonağımız Samirə İsmayılova sizi maraqlandıran sualları elə canlı yayımda cavablayacaq. Mövzumuz isə az əvvəl də qeyd elədiyimiz kimi valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısıdır. Samirə xanım, uşaqların yeni mühitə uyğunlaşmaları üçün psixoloji və sosial dəstək hansı qaydada göstərilir? Ümumiyyətlə, adından göründüyü kimi müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar və doğrudan da bu çox həssas mövzudur. Çünki həmin uşaqlar müəyyən travma almış uşaqlardır ki, biz bilirik ki, hər bir uşağın təməl hüquqları var. Sağlam ətraf ailədə yaşamaq, qayğı ilə, təhsillə əhatə olunmaq hüququ və müəyyən obyektiv və qeyri-obyektiv səbəblərdən bura gələn uşaqlar bu hüquqlarına məhrum olurlar və biz sosial xidmət müəssisəsi olaraq və ümumiyyətlə cəmiyyət olaraq uşaqların bu hüquqlarının kompensasiyasına yönəlik olaraq işimizi qururuq. Ümumiyyətlə, Sosial Xidmətlər Agentliyinin əsas prioritet istiqaməti uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısını almaqdır. Çünki bu sahədə belə deyək, erkən addımlar atılır. Yəni, əgər bu tip uşaqlar, bu kateqoriyaya aid olan uşaqlar aşkarlanarsa, ilk növbədə onların ailələri ilə ailə inkişaf planları tərtib olunur ki, uşaq ailə mühitində böyüsün. Əgər bu mümkün olmursa, qohumlar tərəfindən himayə və qəyyumluğa götürmək, daha sonra himayədar ailədə böyümək, sonra övladlığa götürmək və ən son addım olaraq uşağın sosial xidmət müəssisələrinə yerləşdirilməsi təmin olunur. Amma bu, ən sonda həyata keçirilən bir prosesdir. Hər bir uşaq sosial xidmət müəssisəsinə qəbul olunarkən, belə deyək, ilk 72 saat kritik bir dönəm olur. Çünki həmin uşaqlar yeni mühitə alışmaq istəmir və ya aqressiyasına, depressiyasına, travmasını orada müxtəlif üsul və vasitələrlə göstərməyə çalışırlar. Bu baxımdan hər bir case üzrə case worker və ya mentor təyin olunur ki, o uşaqların yeni mühitə adaptasiyası üçün uşağa hər tərəfli dəstək göstərilsin və bu mərhələli şəkildə həyata keçirilir. İlk növbədə
uşağın sosial belə deyək, psixoloji durumu müəyyən olunur, uşağın bacarıqları, təhsil ehtiyacları və hər bir uşaq üzrə davamlı inkişaf olunacaq və davamlı nəzarət olunacaq fərdi inkişaf planı tərtib olunur və həmin fərdi inkişaf planına əsasən uşağın adaptasiyası artıq açıq şəkildə izləmək mümkün olur. Bəs təhsil, həmin uşaqların təhsilə cəlb olunması ilə bağlı nə deyə bilərsiniz? Yəni, hazırda sizin müəssisədə neçə uşaq məktəbdə oxuyur və onlardan neçəsi yuxarı sinif şagirdidir, neçəsi aşağı sinif şagirdidir? Ümumiyyətlə, burada yaş kateqoriyası necə tənzimlənir? Uşaqların bir-biri ilə münasibəti, məsələn, yuxarı yaş həddində olan uşaqlar həmin qeyd etdiyiniz adaptasiya dövründə az yaşlı uşaqlara dəstək göstərirlərmi? Yəni, onların bir-biri ilə münasibəti, kommunikasiyası necə tənzimlənir, dostluq münasibətləri? Ümumiyyətlə, sosial xidmət müəssisələrinin nizamnaməsinə əsasən həmin müəssisələr 3 və 18 yaş arası uşaqlar üçün nəzərdə tutulub, amma valideyn himayəsindən məhrum olan və onların içərisindən olan uşaqlar var ki, uşaq müəssisədə 23 yaşına qədər də qala bilər. Bu, o halda baş verir ki, uşaq təhsilini peşə, ortaqsız və ya ali təhsil müəssisələrində davam etdirilir və uşaqlar sosial xidmət müəssisəsində qalarkən yaş qruplarına əsasən qruplaşdırılır. Ora 3, 8, 9, 12 və 13-18 yaş arası uşaqlar daxildir. Adaptasiya baxımından təbii ki, orada uşaqlar hər biri artıq bilirlər hansı mühitdən gələn uşaqlardır və bir-birini çox gözəl başa düşürlər. Adaptasiya olunmaları üçün təbii ki, orada metodistlər, assistentlər, mentor, sosial işçi və psixoloq fəaliyyət göstərir ki, hər bir uşağa dediyimiz kimi fərdi yanaşma prinsipindən yanaşaraq, onların xüsusiyyətlərinə uyğun olaraq, bacarıqlarına uyğun olaraq, davranışlarına və risk ehtimalına uyğun olaraq münasibət göstərilir və qruplaşdırılır. Hal-hazırda ümumiyyətlə müəssisəmiz 120 benefisiar üçün nəzərdə tutulmuşdur, amma hazırda müəssisədə 35 uşaq, yəni 35 sakinimiz var. Müxtəlif yaş kateqoriyaları 18 və 18 üstü uşaqlarımız da var. Həmin uşaqlardan 5 nəfər hazırda orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alır. 25 uşağımız məktəblidir. 5 nəfərimiz isə 9 və 11-ci sinif şagirdidir. Uşaqlar müəssisəyə qəbul olunarkən bəzən olur ki, uzun müddət təhsildən kənar qalan uşaqlar olur. Bu, həm valideyn məsuliyyətsizliyindən və nəzarətsizlikdən və yaxud da sənədlərin tam olmaması baxımından baş verir ki, biz o baxımdan uşağın sosial hüquqi xidmət göstəririk, sənədlərini bərpa edirik, məktəblərə qəbul olunması üçün bütün prosedur qaydalar həyata keçirilir. Əgər valideyn varsa, valideyn tərəfindən olmasa, müəssisə rəhbəri bildiyimiz kimi valideyn himayəsindən məhrum olmuş uşağın himayəçisi və qəyyumu hesab olunur və uşaqların maksimum dərəcədə təhsildən kənar qalmaması, yayınmaması üçün bütün addımlar atılır. Məsələn, uzun müddət təhsildən kənar qalan uşaqlar var ki, onlar artıq fərdi təhsilə cəlb olunur. Məsələn, bizim müəssisədə də öz həmyaşıdları ilə hansı ki, parta arxasında oturmalı uşaqlar var ki, onlar yaşlarına uyğun olmayan, yəni fərdi təhsilə cəlb olunurlar, amma müəyyən müddət keçdikdən sonra onlara məsələn eksternat qaydada regional təhsil idarəsinə müraciət edərək qanunvericiliyə uyğun olaraq eksternat qaydada imtahanlara cəlb edirik və yuxarı sinif şagirdləri ilə də xüsusilə sosial işçinin, psixoloqun və ya mentorun dəstəyi ilə onların peşə və yaxud orta ixtisas ali təhsil müəssisələrinə cəlb olunması üçün söhbət aparırıq və gələcəkdə öz belə deyək yollarına uğurla, layiqli vətəndaş kimi davam etməsi üçün öz dəstəyimizi göstəririk. Nə gözəl təşəbbüsdür. Bəs Samirə xanım, ümumiyyətlə uşaqlar müəssisəyə hansı əsaslarla qəbul edilir? Deməli, müəssisə adından göründüyü kimi valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisəsidir və bu kateqoriyanın yəni müxtəlif belə deyək də punktları var ki, ora hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş, digər valideyn bədən funksiyasının 61-100%-ni itirmiş və ya hər iki valideyn cəza çəkmə müəssisəsində olan, uşağa qayğı və tərbiyə göstərməkdən könüllü şəkildə imtina edən valideynlər nəzərdə tutulur.
və bu uşaqlar əslində Sosial Xidmətlər Agentliyi İdarəetinin sədrinin müvafiq qərarı ilə qəbul olunur, amma müəssisəyə daxil olana qədər həmin uşaqların müəssisəyə daxil olması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır və ya müxtəlif dövlət orqanlarına müraciətlər olmalıdır və dediyim kimi müvafiq sərəncam və qərarlarla uşaqlar sosial xidmət müəssisəsinə qəbul olunurlar. Bəs sizin müəssisədə məhz 5 saylı uşaq evində təhlükəsizlik qaydaları necə tənzimlənir? Ümumiyyətlə uşaqların təhlükəsizliyi necə təmin olunur? Bununla bağlı olan deməli kadr potensialı əvvəlcədən müəyyənləşdirilir. Dediyim kimi uşaqlar yaş kateqoriyalarına uyğun olaraq qruplara bölünür. 3-8 yaş arası, 9-13 və 13-18 yaş arası uşaqlardır. Onların o cümlədən biz qız-oğlan baxımından onların yataqxanalarını ayırırıq. Hər bir qrupa metodist, mentor, assistent təyin olunur, təmizlik işçiləri falan. Bundan əlavə uşaqların gündəlik onların təlim tərbiyəsi ilə məşğul ola biləcək sosial işçi, psixoloq təyin olunur. Müəssisədə ümumilikdə kameralarla təchiz olunub, dediyim kimi müasir avadanlıqlarla təchiz olunub. Yəni hər bir uşağın konfidensiallığı baxımından tam təhlükəsiz şəraitdə yaşayırlar və bu ümumiyyətlə bütün sosial xidmət müəssisələrinin qarşısına qoyduğu əsas istiqamətdir ki, müəssisəyə qəbul olunan uşaq özünü tam güvəndə və təhlükəsiz mühitdə olduğunu hiss etsin. Bizə bir izləyicimiz sual ünvanlayıb. Bu sualı elə səsləndirim. Valideyn himayəsindən məhrum olmuş uşaq dedikdə nə nəzərdə tutulur? Məsələn, bir uşaq var, təkcə atası var, amma əlaqələri yoxdur. Atalıq etmir, yəni belə olanda o da sosial xidmət müəssisəsinə gələ bilər. Bayaq qeyd etdiyim kimi valideyn himayəsindən məhrum olan uşaq müəyyən deməli bu kateqoriya müxtəlif punktları var ki, bəli orada bir valideyni vəfat etmiş, amma siz qeyd elədiniz ki, yəni ata var, amma uşağa atalıq etmir. Bu təcrübədə daha çox olur, amma düşünək ki, uşağın anası var və əgər ana da uşağa baxmaqdan imtina edirsə və ya könüllü sürətlə bunu uşaq evinə yerləşdirilməsi ilə bağlı rəsmi dövlət orqanlarına müraciət edirsə, təbii ki, uşaq sosial xidmət müəssisəsinə qəbul olunur. Amma sosial xidmət müəssisəsində yaşayan uşaqların hamısı valideyn himayəsindən məhrumdur kimi belə bir qayda yoxdur. Yəni, bildiyimiz kimi uşaqlar müəssisədə 18 yaşına qədər qalır, 18 yaşdan sonra isə uşaq artıq yetkinlik yaşına çıxmasından əlaqədar təbii ki, müəssisədən xaric olunur, kontingent siyahısına çıxarılırlar və bu halda tutaq ki, sizin dediyiniz kimi uşağın atası yoxdursa, onun anası var və yaxud yaxın qohumları var, baba, nənə və uşaq həmin ailəyə geri qaytarıla bilir. Digər bir izləyicimiz elə yazır, soruşur ki, müəssisədə qalma müddəti necə müəyyən edilir? Uşaq neçə yaşa qədər burada qala bilər? Siz qeyd elədiniz ki, 18 yaşa qədər burada qala bilər. Bəli, 18 yaşa qədər, hətta o valideyn himayəsindən məhrum olan uşaqlardan hesab olunan uşaqlar var ki, onlar da 23 yaşa qədər müəssisədə qala bilərlər. Bu kateqoriya orta təhsil müəssisəsini bitirdikdən sonra təhsilini, peşəli liseyləri, orta ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrində davam etdirən uşaqlara şamil olunur. Bir də digər bir sual belədir ki, valideynləri sağ olsa da müxtəlif səbəblərdən uşağa baxa bilməyən ailələrin uşaqları da müəssisəyə yerləşdirilə bilərmi? Bəli, bu da təcrübədə tez-tez rast gəlinən hallardır. Əgər hər hansısa bir uşaq sosial təhlükəli və baxımsız şəraitdə aşkar olunursa, bununla bağlı uşağın qohumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, hətta təhsil müəssisələri belə müraciət edə bilir və uşaq deməli sosial xidmət müəssisələrinə qəbul olunur. Samira xanım, bəzən belə hallar olur ki, uşağın müvafiq sənədləri olmur. Məsələn, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, yəni müəyyən səbəblərdən uşaq anadan olana bu sənədlər alınmayıb. Bəs bu uşaqlar əgər sizin müəssisəyə qəbuluna bağlı müraciət olunarsa, bu uşaqların qəbuluna dəstək göstərilirmi sənəd olmadığı təqdirdə və yaxud ümumiyyətlə bu hal necə tənzimlənir? Həmin uşaqların müəssisəyə qəbulu mümkün hesab edilirmi? Qeyd etdiyim kimi, bizim sosial xidmət müəssisəsində uşaqlar stasionar formada xidmət göstərilir və bunun müxtəlif növləri var. Hər bir uşağa orada sosial məişət, tibbi sosial,
sosial pedaqoji, sosial psixoloji və sosial hüquqi xidmət göstərilir. Qeyd etdiyiniz hal sosial hüquqi xidmətlərə aiddir ki, bu da təcrübədə çox rast gəlinən haldır ki, uşaq müəssisəyə qəbul olunarkən bəzən onun heç bir sənədi olmur və bununla bağlı olaraq sosial işçi tərəfindən müxtəlif dövlət orqanlarına müraciət olunur. Olur ki, uşağın doğum haqqında şəhadətnaməsi var, amma şəxsiyyət vəsiqəsi yoxdur və ya ümumiyyətlə doğum haqqında şəhadətnaməsi belə olmur və yaxud olub ki, baxımsız vəziyyətdə aşkar olunan uşağın ümumiyyətlə heç bir sənədi olmur. Həmin uşaq aşkar olunduğu şəraitə uyğun olaraq, onun ehtimal olunan yaşı nəzərə alınaraq, konfidensiallıq qorunmaq şərti ilə həmin uşaqların doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri müəssisə tərəfindən dəstək göstərilməklə təmin olunur. Digər bir izləyicimiz soruşur ki, sağ olan valideyn yenidən uşaqla görüşmək tələb edərsə və uşaq bundan imtina edərsə, bu halda müəssisəniz tərəfindən uşağa necə dəstək göstərilir? Ümumiyyətlə, olur ki, belə hallar uşaq görüşmək istəmir valideynlə. Bu halda siz uşağın yanında mı olursunuz? Yəni, nə formada ona dəstək göstərilir? Müəssisələrdə əslində, yəni bütün müəssisələrdə valideynlə görüş otağı təşkil olunub və qeyd etdiyim kimi valideyni olan uşaqlar da müəssisələrdə yaşayırlar və hər bir valideyn deməyək, müəyyən, bəzən olur ki, valideyn uşaqla yəni görüşməyə icazə vermək olmaz. Yəni, məhkəmənin qərarı ilə valideynin hüquqları məhdudlaşdırılan və ya məhrum edilən valideynlərdir ki, biz onları təbii ki, uşaqla görüşməsinə icazə vermirik. Amma bəzi hallarda bəli, valideyn gəlir və uşağı ilə görüşmək istəyir. Bu görüş otağında sosial işçi və psixoloqun birbaşa iştirakı ilə təmin olunur və onların görüşü izlənilir. Olub ki, valideyn gəlir və uşaq onunla görüşməkdən tamamilə imtina edir və biz həmin halda uşağın fikirlərinə hörmətlə yanaşırıq və onun fikrini dəstəkləyirik, onu valideynlə görüşə məcbur etmirik. Bəs uşaqların, belə deyim də, sağlamlığının qorunması üçün yəqin ki, müəssisədə mütəmadi olaraq həkimlər var. Onların ümumiyyətlə tibbi müayinələri müəssisədə necə həyata keçirilir? Uşaq müəssisəyə qəbul olunarkən ilk növbədə qeyd etdiyim kimi müxtəlif prosedur qaydalar var ki, onlardan keçilir və həmin qaydalardan biri də məhz uşaqların sağlamlığının yoxlanılmasıdır və bunun üçün müəssisədə tibb bacısı və həkim fəaliyyət göstərir. Ümumiyyətlə müəssisədə hər gün tibb bacıları tərəfindən bütün uşaqların temperaturları ölçülür, onların sağlamlıq vəziyyəti müəyyən olunur. Bunun üçün lazımi şərait yaradılmışdır. Həkim otağı, hətta izolyasiya otağı belə fəaliyyət göstərir. İlkin formada uşağa ilkin tibbi yardım müəssisədə göstərilir. Əgər simptomlar daha dərindirsə, onda artıq şəhər və rayonun tibb müəssisələrinə yönləndirilir. Bu da bizim göstərdiyimiz tibbi sosial xidmətin bir növüdür. Bundan əlavə olaraq uşaqların icbari dispanserizasiyası haqqında qanuna əsasən bütün uşaqlar ildə bir dəfə şəhər rayon xəstəxanalarında həmin qanunvericilikdə müəyyən olmuş xəstəliklər üzrə bütün uşaqlar bütün prosedur qaydaları keçirlər. Çox sağ olun Samirə xanım. Kiçik bir fəsləyə ayrılaq. Fəslədən sonra davam edərik. Siz Dost TV nefrində sosial saatı izləyirsiniz. Mövzumuz isə valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısıdır. Fəslədən sonra müzakirəmizə davam edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sosial registri olan e-sosial internet portalı yenilənmiş versiyada vətəndaşların istifadəsinə verilir. Son yeniliklərə əsasən portalda elektron xidmətlər müvafiq kateqoriya halında yerləşdirilib və saytda filtrləmə funksiyası aktiv edilir. Bu da vətəndaşa lazım olan xidməti rahatlıqla tapmaqda kömək edir. Nazirliyin təqdim etdiyi sosial xidmətlərə müraciətlər bölməsi vasitəsilə keçid verilir. Bu bölməyə keçid etməklə zəng sifarişi, elektron müraciət, elektron növbə kimi xidmətlərdən istifadə etmək mümkündür. Portalda web və mobil tətbiq üzrə bir sıra xidmətlərə düzəliş və əlavələr də edilib. İstehsalat zədələri olduğu halda bu haqda məlumatların şəxsi kabinetdən izlənilməsi, ictimai işlərə cəlb edilmiş şəxslərin siyahısının portalda əks olunması, peşə və kvalifikasiya standartlarının reyestrinin təkmilləşdirilməsi, ünvanlı dövlət sosial yardım alan şəxslərin siyahısının təkmilləşdirilməsi, yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısının portalda əks olunması,
əmək haqqı hesablanmasının mobil tətbiqdə təkmilləşdirilməsi, pensiya kalkulyatorunun təkmilləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi və ya çağırışçının tibbi şəhadətləndirilməsi haqqında məlumatın əksi, ev təsərrüfatının uçotu aparılarkən daimi yaşayış üzvləri haqqında məlumat, məzunların məşğulluq reytinqi. Bundan əlavə, yenilənmiş portal istifadəçilərə qeydiyyat tələb etmədən Zəfər alt sistemində statusun və arayışlar bölməsində arayışların yoxlanılmasını təmin edir. Həmçinin arayışları QR kod vasitəsilə skan edərək təsdiqləmək mümkündür. Portaldakı yeniliklərdən biri də e-arayış bölməsidir. Vətəndaşlar bu bölməyə keçid edərək Nazirliyin təqdim etdiyi fəaliyyət istiqamətlərinə uyğun pensiya, müavinət, əlillik, iş yerinə dair arayış, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta, özünü məşğulluq, reabilitasiya kartası, tibbi arayış və sair kimi arayış növünü seçə bilərlər. Portalın mobil versiyasında da yeniliklər təqdim olunur. Artıq tətbiq iki rejimdə, gecə və gündüz rejimlərində istifadəyə uyğunlaşdırılıb. Digər yenilik isə portalın web versiyasında əlilliyi olan şəxslər üçün müyəssərlik menyusunun əlavə edilməsidir. Bu, əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqdır. Bütün yeniliklər və əlavə funksionallıqları ilə sosial internet portalı vətəndaşlara sosial sahə ilə bağlı elektron xidmətlərə keçid təmin edir. Sosial internet portalı sürətli, funksional və əlçatandır. Əmək müqaviləsi bağlamadan işləmək işçini layiqli əmək və sosial təminat hüquqlarından məhrum edir. Yeni rəqəmsal platformalar əmək müqaviləsinin bağlanması prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir. İşçi və işə götürənlər arasında əmək müqavilələri əmək və məşğulluq alt sistemi platformasında elektron qaydada imzalanır. Bu proseslər Sima imza, Asan imza və elektron imza vasitəsilə həyata keçirilir. Eyni zamanda e-sosial portalının mobil tətbiqinə əlavə olunmuş yeni funksiya sizə bir kliklə əmək müqaviləsini imzalamağa imkan verir. Necə? İşə götürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın e-sosial mobil tətbiqində əmək müqaviləsinin imzalanması bölməsində əks olunur. İşə qəbul olunmuş şəxs bu müqaviləni Sima rəqəmsal imza və ya Asan imza vasitəsilə rahat şəkildə imzalaya bilir. İşə götürənlərin diqqətinə. Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin son müddəti iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işə götürənlər üçün 2025-ci il 1 iyul, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işə götürənləri üçün isə 2026-cı il 1 yanvardır. Əlavə məlumat üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Əmək müqaviləsi ilə sosial hüquqlarımızı birlikdə qoruyaq. Sosial saatı izləyirsiniz Dost TV-nin efirində canlı olaraq və müzakirəmiz valideyn himayəsindən məhrum uşaqlara dövlət qayğısı ilə bağlıdır. Qonağımız isə Sosial Xidmətlər Agentliyinin Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktor müavini Samirə İsmayılovadır. Samirə xanım, davam edək müzakirələrimizə. Deməli, biz ətraflı danışdıq artıq həm izləyicilərimizdən gələn suallar ətrafında, həm də digər ünvanlanan suallar. Gəlin, indi də danışaq 9-11-ci sinif şagirdlərinə peşə seçimində və karyera planlamasında göstərilən dəstək mexanizmlərindən ümumiyyətlə istər məzunların, istər bu kateqoriyadan olan uşaqlara dövlət tərəfindən hansı qayğı göstərilir, hansı dəstək mexanizmləri var? Bu barədə də bir qədər məlumat verək. Əslində çox mövzu ilə əlaqədar yerində verilmiş bir sualdır ki, dediyimiz kimi bu sosial xidmət müəssisəsinə xidmət göstərilən uşaqlar həssas kateqoriyaya aid olan uşaqlardır və bu kateqoriyaya aid olan uşaqlara dövlət tərəfindən çox ciddi diqqət və qayğı göstərilir və bu qanunvericiliklə tənzimlənir.
Bu diqqət və qayğının əsası əslində Ulu Öndərin 1999-cu il 22 iyun 693 nömrəli sərəncamı ilə baza olaraq qoyulmuşdur və hal-hazırda cənab prezidentimiz tərəfindən də bu qanunvericiliyin müəyyən maddələri dəyişdirilmiş və uşaqların mənafeyinə uyğun olaraq yenidən işlənib hazırlanmışdır. Deməli, qanunvericiliyə uyğun olaraq həmin uşaqlar orta təhsil müəssisəsini, yəni 9 və ya 11 illik təhsil bazasını, peşə liseyi, kollecləri və ali təhsil müəssisələrinə qəbul olunan zaman, deməli, əgər ödənişli əsaslarla qəbul olunurlarsa, onların ödənişləri tam dövlət təminatı ilə, yəni dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və tam dövlət təminatına götürülürlər. Həmin təhsil müəssisələrində təhsil alan uşaqların müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi təqaüdün 2 misli məbləğində aylıq təqaüd verilir. Dərslik və dərs ləvazimatları almaqdan ötürü bir dəfəlik müavinətlə təmin olunurlar və qeyd etdiyim kimi bu təhsil müəssisələrini bitirən zaman onlara bir dəfəlik 2600 manat məbləğində sosial müavinət ayrılır. Bundan əlavə olaraq həmin uşaqlar, həmin kateqoriyaya aid olan məzunlar ilk dəfə işə qəbul olunarkən onlara yenə də müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi son rəqəm 6000 manat məbləğdir. Bu məbləğdə kompensasiya ödənilir ki, bu da uşaqların öz peşə seçimi üçün, gələcək həyatları üçün maddi olaraq müəyyən baza yaratmaqları üçün dəstəkdir. Biz də bir müəssisə olaraq uşaqları bu sahədə maarifləndiririk. Səmirə xanım, olur ki, sizə vətəndaş müraciət eləyir, həmin sizin müəssisədə olan uşaqları övladlığa götürməklə bağlı. Bu himayədar ailə modelindən bir qədər danışaq, həm də bu övladlığa götürməklə bağlı müraciətlərə necə cavab verirsiniz və onların bu müraciətləri nə ilə nəticələnir? Qeyd etdiyim kimi müəssisəmiz noyabr ayına fəaliyyətə başlamışdır. Bu qısa zaman dönəmində belə müəssisəmizə belə deyək, 10-a yaxın vətəndaş müraciət edərək uşaq övladlığa götürməklə bağlı bizə müraciət etmişdir. Bizim sosial xidmət müəssisəsi olaraq bu bizim səlahiyyətimizə aid olan məsələ deyil, amma biz həmin vətəndaşları maarifləndirərək müvafiq orqanlara yönləndirmişik. Əslində, cəmiyyət olaraq və bizim agentlik olaraq bu istiqamətdə çox böyük işlər görülmüşdür. Rəsmi rəqəmlərə müraciət etsək, son 5 ildə Sosial Xidmətlər Agentliyinin bilavasitə dəstəyi ilə 829 uşaq övladlığa verilmişdir. 78 uşaq isə himayədar ailələrin qayğı modelinə uyğun olaraq ailələrə verilmişdir. Bu da qeyd etdiyim kimi əslində uşaqların uşaq evinə düşməsinin qarşısını almaqdan ötürü düşünülmüş alternativ qayğı modelidir. Övladlığa götürmə bildiyimiz kimi uşağın həm yaxın qohumları tərəfindən, həm də digər vətəndaşlar tərəfindən həyata keçirilir ki, bu da sistemli şəkildə düşünülmüş qurulmuş bir mexanizmdir ki, burada təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, onlarla bərabər bir çox dövlət qurumları fəaliyyət göstərir ki, bura Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və bir çox qurumlar da artıq burada əlaqəli şəkildə fəaliyyət göstərirlər. Övladlığa götürmə əslində bir çox mərhələdən keçəndən sonra baş tutmuş bir prosesdir ki, burada ilk növbədə övladlığa verilə biləcək olan uşaqlar müəyyən olunur və övladlığa götürmək istəyən ailələr və ya vətəndaşlar müəyyən olunur ki, bunların hamısı artıq son dönəmdə mərkəzləşmiş elektron informasiya sistemi üzərindən həll olunur. İlk növbədə ailəyə gedə biləcək uşaqlar müəyyənləşdirilir. Çünki hər bir uşaq ailəyə gedilə biləcək uşaq deyil. Çünki müəssisədə yaşayan uşaqların bəziləri daimi olaraq ailə tərəfindən axtarılan, ailə tərəfindən maraqlanan uşaqlardır ki, təbii ki, bu uşaqları ailəyə vermək olmaz. Ailəyə verilən uşaqlar ya sırf valideyn himayəsindən məhrum olmuş və ya hər iki valideyn itirmiş uşaqlar və yaxud da valideyni ola uzun illər ailə tərəfindən qəbul olunmayan, axtarılmayan uşaqlardır. Himayədar ailə modeli isə son dönəmlərdə qəbul olunmuş bir modeldir. Artıq belə deyək, dünyada və Azərbaycanda bu qayğı modelinə diqqət və
maraq artmışdır. Himayədar ailənin övladlığa götürmədən fərqi odur ki, əgər övladlığa götürmə daimi olaraq qəbul olmuş bir prosesdirsə, himayədar ailə isə vətəndaşla Sosial Xidmətlər Agentliyi arasında müqavilə əsasında həll olunur və uşaq daimi olaraq övladlığa verilmir. Müəyyən müqaviləyə görə müəyyən müddət ərzində uşaq ailəyə verilir. Bu əsas səbəb isə uşağın dediyim kimi sosial xidmət müəssisəsinə yox, məhz ailə mühitində böyüməsini təmin etməkdir. Samirə xanım, bəs sizin müəssisədə uşaqların asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı hansı addımlar atılır və ya onların şəxsi inkişafları üçün hər hansı bir dərnəklər, məşğələlər təşkil olunurmu? Qeyd etdiyim kimi, ora daxil olan, qəbul olunan bütün uşaqlar müəyyən travma almış, tərk edilmə duyğusu daha çox olan, güvənsizlik problemi daha çox olan uşaqlardır. Və uşaq müəssisəyə qəbul olunarkən onun ilk növbədə davranışları izlənir. Hər bir davranış uşağın əslində gizli bacarıqlarının bir göstəricisidir. Yəni, uşaq daha çox danışa bilər. Bu, onun daha çox ünsiyyət bacarığı yüksək olan uşaq kimi qəbul olunmalıdır. Uşaq daha çox hərəkətlidirsə, deməli bu uşağı idmana və yaxud başqa bir qrup məşğələlərinə yönləndirmək olar. Uşaq daha çox özünə qapanma duyğusuna malikdirsə, deməli bu uşağın yaradıcı potensialı daha yüksəkdir. Və biz bu sahədə uşağın ilkin bacarıqlarını müəyyən edirik və ona uyğun olaraq uşağın müxtəlif kurslara, dərnəklərə yönləndirilməsini təşkil edirik. Bizim müəssisədə o qeyd etdiyim kimi qısa müddətə fəaliyyətə başlamasına baxmayaraq, artıq bu istiqamətdə bir çox fəaliyyət növlərimiz mümkündür ki, müəssisə açılarkən, yəni bayaq da qeyd etdiyim çıxışımın əvvəlində, orada uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif rəsm otağı, yəni avadanlıqla təchiz olunmuş rəsm otağımız fəaliyyət göstərir, rəsm otaq, musiqi otağımız, rəqs otağımız fəaliyyət göstərir, oğlanlar üçün emalatxanamız, qızlar üçün dərzi və xalçaçılıq otağımız mövcuddur. Və uşaqlarımızın yaradıcılıq potensialını müəyyən etdikdən sonra biz uşaqları həmin istiqamətə yönləndiririk. Bundan əlavə də kənardan bizə dəstək çoxdur. Bu məqsədlə, məsələn, Lənkəranda yerləşən Lənkəran Dövlət Universitetinin bizə çox böyük dəstəyi var. Universitetin müəllim heyəti kadrları tərəfindən uşaqlarımız həm universitetin öz tərkibində, həm bizim müəssisədə belə deyək, universitet müəllimləri tərəfindən rəsm, musiqi və ingilis dili kurslarına cəlb olunurlar. Uşaq Gəzilər İnkişaf Mərkəzi tərəfindən müəssisəmizin öz tərkibində yol hərəkəti qaydaları, rəsm və dizayn, təbiətsevərlər adlı kurslar təşkil olunmuşdur. Uşaqlarımızı idmana yönləndirir. Çünki bilirsiniz ki, uşaqların indiki dövr uşaqların ən çox maraq göstərdiyi sahələrdən biri məhz idman sahəsidir. Bizim müəssisənin də tərkibində həm fitness otağı fəaliyyət göstərir, həm qapalı, açıq idman stadionu var. Bu baxımdan müxtəlif futbol, hətta belə deyək, təşkilatları var ki, uşaqlarımızla yaxından maraqlanırlar, maraq və meyli olan uşaqlar futbola cəlb eləmək üçün. Gələcəkdə də bu istiqamətdə addımların daha geniş atılması üçün müəyyən təşkilatlarla əlaqə yaratmağa çalışırıq. Qısa müddət ərzində Lənkəran şəhərində sistem mərkəzi var ki, həmin mərkəzlərə də uşaqlarımızı müəyyən etmişik. Xüsusi bacarığı olan uşaqlarımız var ki, onları da sistem mərkəzlərinə yönləndirərək onları belə deyək, aktiv məşğuliyyətə və asudə vaxtlarının səmərəli keçirilməsi üçün həmin sahəyə cəlb etmişik. Samirə xanım, elə uşaqların potensialından danışmışkən, istər hazırda müəssisədə yaşayan, istər də məzun olmuş uşaqların əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz? Onlar hər hansı bir uğur əldə etdikdə bunu sizlərlə bölüşürmü? Müəssisədən getmiş obalarına rəğmən mütəmadi olaraq sizi belə deyək də ziyarətə gəlirlərmi? Bəli, bu da çox gözəl sualdır. Müəssisənin məzunları içərisində ağırlıq qaldırma üzrə, güləş üzrə ölkəmizi həm Azərbaycan içərisində, həm də ki, sərhədlərimizdən kənarda layiqincə təmsiliyyə məzunlarımız var, onların uğurları var. Biz və maraqlı hal nədir? Həmin uşaqlar valideyn himayəsindən məhrum olduqlarını və sosial xidmət müəssisəsində məzun olduqlarını
qürurla qeyd edirlər. Yəni bu əslində bizə çox xoş təsir bağışlayır və onlar hər bir uğurunu bizimlə bölüşürlər. Və o uşaqları biz nümunə olaraq, uğurlu həyat hekayəsi olaraq digər uşaqlarımıza misal gətiririk. Məsələn, yeni sakinlərinə. Bəli, yeni sakinlərinə. Hal-hazırda da müəssisəmizdə yaşayan qızlarımızdan deyim, 2 nəfər qızımız var ki, onlar güləş üzrə Azərbaycanın öz tərkibində müxtəlif çempionatlarda, turnirlərdə iştirak etmişlər və gələcəklərində də məhz idmançı kimi davam etmək istəyirlər. Nə gözəl, biz də uğurlar arzulayırıq onlara fəaliyyətində. Və müəssisənin fəaliyyəti ilə bağlı son olaraq gələcəkdə hansı yeniliklər nəzərdə tutulur? Əslində, belə deyək, cəmiyyət olaraq biz və həmin sahəyə təhkim olunmuş işçilər olaraq biz uşaqların mənfi tərəflərini, əskik qalmış tərəflərini kompensasiya etmək bizim həm vəzifə borcumuzdur, həm də cəmiyyət olaraq bu bizim mənəvi borcumuzdur. İstərdik ki, sosial xidmət müəssisələrinin sayı artmasın, yəni uşaqlar valideyn himayəsinə məhrum olmasın, hər bir uşaq öz təməl hüquqları ilə, ailə mühitində böyüsünlər. Amma yəni, valideyn himayəsinə məhrum olma bugün bu cəmiyyətin problemi deyil. Bu olub və olacaq. Dediyim kimi, burada həm obyektiv, həm qeyri-obyektiv səbəblər var. Uşaq hər iki valideyni itirə bilər, hər iki valideyn həbs oluna bilər və başqa səbəblərdən. Amma bacardığımız qədər dediyim kimi, həm Nazirlik olaraq, həm Sosial Xidmətlər Agentliyi olaraq alternativ qayğı modelləri fikirləşilir və düşünülür ki, uşaqların müəssisəyə düşməsinin qarşısına alınır və buna görə müxtəlif dediyim kimi sosial dəstək paketləri də mövcuddur. Övladlığa götürmədən danışdıq, himayədar ailədən danışdıq. Dövlət həmin ailələrə gözə görünən dərəcədə aylıq və birdəfəlik müavinət verilir. Bu məbləğ deməli övladlığa götürmədə aylıq, himayədar ailədə isə aylıq və rüblük müavinətlərdir ki, uşaqların gündəlik və həm yemək ehtiyaclarını, həm də onların geyim ehtiyaclarını qarşılaya biləcək qədərdir. Və buna baxmayaraq təbii ki, sosial xidmət müəssisələri olub, olacaq da, uşaqlar valideyn himayəsindən məhrum olub, ora düşürlər və gələcəkdə o uşaqların cəmiyyətə adaptasiyası və inteqrasiyası üçün biz müəssisə olaraq əlimizdən gələni edirik, işçilər olaraq əlimizdən gələni edirik, dövlətin qanunvericiliyi ilə müəyyən olunmuş qayda qanunlarını uşaqları maarifləndiririk və onların cəmiyyətə uğurlu, layiqli vətəndaş kimi inteqrasiyası üçün onları belə deyək, həm ali təhsil müəssisələrinə, peşə və orta təhsil müəssisələrinə yönləndiririk. Belə. Çox sağ olun ətraflı, geniş məlumat üçün. Həm sizə fəaliyyətinizdə, həm sakinlərinizə fəaliyyətlərində uğurlar arzu edirik. Onların dərnək, məşğuliyyətlərində hər bir uşağa uğurlar arzu edirik. Çox sağ olun. Və siz Sosial Saatı izlədiniz. Bizim bugünkü efirə nəzərdə tutulan verilişimiz başa çatdı. Növbəti efirdə bizi izləməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.